Wall Street Journal qəzeti ABŞ kəşfiyyatının yeni məxfi hesabatını dərc edib. Sənəd Vaşinqtonun Rusiyaya qarşı sanksiyalar paketini Senatda səsverməyə çıxarmasından əvvəl mətbuata sızıb. Hesabatda Kremlin NATO üçün yaratdığı yeni risklərdən bəhs edilir. Təfərrüatı Berlindən xüsusi müxbirimiz Günay Məmmədova bizə çatdıracaq. Günay, eşidirik sizi. Efirdəsiniz, buyurun. Bəli, The Wall Street Journal nəşrinin yaydığı sənəd sübut eləyir ki, Amerika kəşfiyyatı Kremlin planları ilə bağlı analitik proqnozlarını dəyişib. Əgər əvvəllər Vaşinqton Rusiya ordusunun Ukraynadakı müharibə fonunda NATO ilə eskalasiyaya getməyəcəyini düşünürdüsə, indi vəziyyət fərqlidir. Cəbhədəki çətinliklər fonunda Vladimir Putinə qələbə lazımdır deyə qəzet qeyd eləyir və bu səbəbdən Kreml Ukrayna müharibəsinə paralel olaraq alyansa qarşı provokasiya törədə bilər. Hesabata görə Rusiya bu ilin payızından 2029-cu ilə qədər olan dövrdə NATO'nun qətiyyətini yoxlamaq üçün məhdud hücum ssenarilərinə əl ata bilər. Bura kiber hücumlar, fərqləndirici nişanları olmayan dəstələrin reydləri və ya şərq cinahına zərbələr daxildir. Lakin iri miqyaslı quru müdaxiləsi az ehtimal olunur. Çünki belə bir hazırlıq mütləq əvvəlcədən aşkarlanacaq. Kəşfiyyatın qənaətinə görə Kremlin əsas məqsədi hərbi qələbə deyil, alyans daxilində siyasi qərarların qəbulunu pozmaq və müttəfiqləri Ukraynaya dəstəkdən imtina etməyə məcbur etməkdir. Eyni zamanda The Wall Street Journal Birləşmiş Ştatların özündə yaranan ciddi problemi, bahalı sursat çatışmazlığına da üzə çıxarıb. Ukraynaya yardımlar və İranla hərbi qarşıdurma Amerikanın raket ehtiyatlarını kəskin azaldıb. Təkcə İranla döyüşlərdə 1000-dən 1400-ə qədər Patriot raketi sərf olunub. Hazırda Birləşmiş Ştatların arsenalında cəmi 870-ə yaxın belə raketin qaldığı ehtimal edilir. Sənəddə eskalasiya halında Vaşinqtonun addımları qeyd olunmasa da, ekspertlər Birləşmiş Ştatlar ordusunun şərq cinahında yerləşməsini təhlükəsizliyin əsas qarantı hesab edirlər. Belə çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdə.